Salam, mən Günel müəlliməm. Bugün əziz abituriyentlər, sizlərlə gəlin belə bir suala baxaq. Hansı ki, deyir x kvadrat minus 10x plus 8a kvadrat tənliyi verib, köklərinin nisbəti 2-3 olarsa. Köklərinin nisbəti 2-3 olarsa nə deməkdir? Bunun birinci kökü 2k olsun, ikinci kökü 3k olsun. İndi baxın, tənliyin köklər cəmi nəyə bərabərdir? Köklər cəmi Viet teoreminə görə 10-a bərabər. Köklər hasili nəyə bərabərdir? Köklər hasili isə bərabərdir 8a-ya. İndi baxın, kökünün biri 2k-dır, biri də 3k-dır. 2k ilə 3k-nın cəmi bərabərdir 10-a. Buradan 5k-mız 10-dursa, k-mız nə qədər oldu? 2. Mütənasiblik əmsalımız 2 çıxdımı? Çıxdı. K-nı 2 tapdıqdan sonra, indi siz aparıb bu kökləri burada nəzərə alın. Hansı ki, k madam ki 2-dir. 2-2-nin kökünün 1 eləyəcək 4. 2-3-ün kökünün o 1 eləyəcək 6. Bərabərdir nəyə? 8a. Sizdən daha tələb eləyirdi. 24-ü 8-ə bölsəz, kökü verəcək 3.